Elvin bunudur deyib, budur deyib, satılıb, yoxsa o bursu? Üçüncü satılıb, bu. Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Bax, mən bugün hal-hazırda Şüvalan parkdan aşağı düşəndə belə bir şəhərcikdəyəm. 7 metrlik dalan, kiçik bir dalan verilib. Bu dalanda şəhərcikdə 1, 2, 3, 4, 5, 6 dənə ev var. 6 dənə evdən 3-cü satılıb, Allah xeyir versin. Kim alıbsa, kim yaşayacaqsa, Allah xeyrin versin. Ərazi elə bir ərazidir ki, dəyərli izləyicilər, inanma, bax, bunun yanında mən bir çox istədiyim, çox sevimli bir müştərimə ev satmışam. Şəhərin mərkəzindən köçüb, bax, burada yaşayır. 4 fəsil burada yaşayır. Bax, bu yerdə, bu evlərin yanında 4 fəsil yaşayır. Yəni, onu demək istəyirəm ki, bu ərazidən ev alan insanlar 4 fəsil %100 yaşaya bilər. Çünki bu ərazinin suyu, qazı, işığı, interneti, hamısı var. Yan yörəsində qonşular var. Çox qəşəng bir ərazidir. Sakit, gözəl, yola da yaxın, hər bir əraziyə yaxın bir yerdə yerləşir. Qiymətlər 220 min manat. Neoklassik, bir də ki, modern üslubda evlər var. Mən sizə 2 dənə ev təqdim edəcəm. 2 ev. Oburslarını göstərməyəcəm. Siz gələndə inşallah hamısına bir-bir keçib baxarsınız. Siz gələnə qədər neçəsi qalacaqsa. Gəlin. Buyurun. 3 sot. 220 min manat. Bir deyək. Avtomatik olaraq putla təchiz olmuş darvaza. 2 maşınlıq parking sahəsi. Qabağa geçsə 3 maşın. Küçədə maşallah gördünüz geniş yerimiz var. Sol tərəfdə döşəməsi isti döşəmə olan yayqış mətbəxi də eləyə bilərsiniz. Hər şey çəkilib. İsti döşəməsi, qazı, suyu, işığı hamısı kanalizasiya xətti çəkilib. Cam balkonla bağlayıb buranın yayqış mətbəxi də eləyə bilərsiniz. Hovuz, isti hovuzdur. Bütün xəttlər çəkilib hazırdır. 3 metrənin 6 metrəyə yox, 7 metrəyə olan filtrli hovuzdur. Burada manqaldır, burada su hövzəsi qoyulub. Kiçik bir yaşıllığı var. Evin daxilində 3 yataq otağı yerləşir. 2 dənə sanitar qovşağı var. Mətbəx otağı, qonaq otağı. 120 kvadrat yaşayış sahəsidir. Amma çöldən çölə kvadrat böyüdür. Kupçalıdır, sənədlidir. Torpağın da evində kupçası var, sənədi var. Keçdim içəri, keçən kimi sağ tərəfində mətbəx otağı. Mətbəx otağı ilə üzbəüz sol tərəfdə qonaq otağıdır. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Ev bütöv olaraq döşəməsi isti döşəmə ilə təmir olunub. Bir yataq otağı daxilində sanitar qovşağı, 2 yataq otağı və 3 yataq otağı. Bunları evini göstər, indi isə gedək, modern evimizi göstərək. Orada da həyəti biraz fərqlidir. Torpaq sahələri demək olar ki, hamısı 3 və 3-dən yuxarıdır. 3-dən aşağı deyil ki, yuxarıdır. Hamısında qiyməti start olaraq 220 min manatdır. Maşallah, bax, üzbəyüzə gör, nə gözəl evlər var. Allah xeyir versin, hər kəsə, kimin nəyi varsa. Gəl evin, gəl keçək, bu modern olan evi də göstərək. Onlar, zövqlər başqadır, istəklər başqadır. Olar ki, kimsə desin ki, modern ev istəyirəm, o da var. Gəl evin, gəl keçək. Bir daha söyləyirəm, 1, 2, 3-cü satılıb, ondan sonra 4, 5, 6 dənə evdir. Bax, maşallah, bunun da həyəti genişdir, gözəldir. Sağ tərəfdə keçən kimi söhbətgahdır, eyni ilə isti döşəmədir, manqaldır, bütün xəttlər hamısı çəkilib. Burada da hovuz, isti hovuzdur, qonaq otağıdır, mətbəx otağıdır, daxilində 3 dənə yataq otağı, 2 dənə sanitar qovşağı var. Gördüyümüz kimi, proyekt demək olar ki, eynidir, əzizlərim. İnşallah sizi burada gözləyirəm və yaxud da ofisimizdə gözləyirəm və yaxud da telefonda gözləyirəm. Zəng eləyin, aşağı
məbləğdə olan evlər, yuxarı məbləğdə olan evlər, nə varsa mən sizə təklif edəcəm və bütün evlər haqqında da sizə məlumat verə bilərəm. Təşəkkür edirəm sizə bizi izlədiyi üçün.